Muheymin 2-ci cild, təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Oruc kitabı. İftarı tezləşdirmək babı. Məlik Əbu Həzm İbn Dinardan, Səhl İbn Səd Əs-Səididən Rasulullah sallallahu aleyhi və səlləm dedi. Fitri, iftarı tezləşdirdikləri müddətcə insanlar xeyir içində olmağa davam edəcəklər. Məlik 790. Digər bir rəvayətdə bizə Ömər İbn Səd danışdı, Sufyandan, Əbu Həzmdən, Səhl İbn Səddən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. İftarı tezləşdirdiyi müddətcə bu ümmət xeyir içində olmağa davam edəcəkdir. Əbu Bəkr İbn Əbi Şeybə 9046. Digər bir rəvayətdə bizə Yaqub İbn İbrahim Ət-Təvraqi danışdı, bizə İbn Əbi Həzm danışdı atasından, Səhildən, o İbn Səddir. Bizə Muhammed İbn Bəşər danışdı, bizə Abdurrahman danışdı, bizə Sufyan danışdı, bizə Cəfər İbn Muhammed danışdı, bizə Vaqi danışdı Sufyandan, Əbu Həzmdən, Səhi İbn Səddən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Fitri, iftarı tezləşdirdikləri müddətcə insanlar xeyir içində olmağa davam edəcəklər. İbn Xuzeymə 2059. Hədisi Məlik İbn Əbi Şeybə, Əhməd, Abd İbn Hümeyd, Darimi, Buxari, Muslim, Nəsai, İbn Macə, Tirmizi, Əbu Yələ, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Oruclu ikən unudaraq yeyən və ya içən kimsə babı. Bizə İsa İbn Yunus xəbər verdi, bizə Af xəbər verdi, Xiləsdən və Muhammed İbn Sirindən. Əbu Hüreyrə radiyallahu anhudan Nəbi sallallahu aleyhi və səlləmdən kim unudaraq yesə və ya unudaraq içsə, orucunu tamamlasın. Belə ki, bununla Allah onu yalnız yedirmiş və içirmişdir. İshaq İbn Rahaveh 117. Digər bir rəvayətdə bizə Abdən danışdı, bizə Yazid İbn Zurey danışdı, bizə Hişam danışdı, bizə İbn Sirin danışdı, Əbu Hüreyrə radiyallahu anhudan Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Oruclu kimsə unudaraq yesə və içsə, qoy orucunu tamamlasın. Allah onu ancaq yedirmiş və içirmişdir. Buxari 1933. Digər bir rəvayətdə mənə Yusuf İbn Musa danışdı, bizə Əbu Usama danışdı dedi, mənə Af danışdı, Xiləs və Muhammeddən, Əbu Hüreyrə radiyallahu anhudan dedi. Nəbi sallallahu aleyhi və səlləm dedi, kim oruclu ikən yesə orucunu tamamlasın. Çünki bununla Allah onu yalnız yedirmiş və içirmişdir. Buxari 6669. Digər bir rəvayətdə bizə İshaq İbn İbrahim danışdı dedi, mənə İsa İbn Yunus xəbər verdi dedi, bizə Af danışdı Muhammeddən, Əbu Hüreyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Oruclu kimsə unudaraq yesə və ya unudaraq içsə, orucunu tamamlasın. Çünki bununla Allah onu yalnız yedirmiş və içirmişdir. Bizə İshaq İbn İbrahim xəbər verdi dedi, bizə İsa İbn Yunus xəbər verdi, Hişamdan, Muhammeddən, Əbu Hüreyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən onun mislində. Nəsai Əl-Kubra 3262, 3263. Digər bir rəvayətdə bizə İsmail İbn Bişir İbn Mənsur Əs-Sulami danışdı, bizə Abdül-Əla danışdı, bizə Hişam xəbər verdi, Muhammeddən, Əbu Hüreyrədən, Rasulullah sallallahu aleyhi və səlləmdən dedi. Sizdən biriniz oruclu ikən yesə və içsə, orucunu tamamlasın. Çünki bununla Allah onu yalnız yedirmiş və içirmişdir. İbn Xuzeymə 1989. Digər bir rəvayətdə bizə Abdül-Əla İbn Həmməd danışdı, bizə Həmməd danışdı, Əyyub, Həbib və Hişamdan, Muhammed və Qatədədən, Əbu Hüreyrədən o demişdir. Bir kişi Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlib dedi, həqiqətən də mən oruclu ikən unudaraq yedim və içdim. Rasulullah sallallahu aleyhi və səlləm dedi, Allah səni yedirdi və içirdi, sonra da sənə oruç tutturdu. Əbu Yələ 6058. Hədisi İshaq İbn Rahaveh, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə və Əbu Yələ rəvayət etmişdir. Buludlu gündə iftar etdikdən sonra günəşin çıxması babı. Bizə Əbu Usama danışdı, Hişamdan, Fatimə bintul Munzirdən, Əsmadan. Onlar Rasulullah sallallahu aleyhi və səlləmin zamanında buludlu bir gündə günəşin batdığını zənn edib iftar etdilər. Sonra günəş çıxdı. Əbu Usama dedi, mən Hişama dedim, onlar həmin günü qəza etmək ilə əmr olundularmı? O dedi, bu labüddür.
Əbu Bakr ibn Əbi Şeybə 9141. Digər bir rəvayətdə bizə Əbu Usama danışdı, Hişamdan, Fatimədən, Əsmadan dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləmin zamanında Ramazanda bulutlu bir gündə iftar etdik. Sonra günəş çıxdı. Mən Hişama dedim, onlar qəza ilə əmr olundularmı? O dedi, bu labüddür. Əhməd 27466. Digər bir rəvayətdə bizə Abdullah ibn Əbi Şeybə danışdı, bizə Əbu Usama danışdı, Hişam ibn Urvadan, Fatimədən, Əsma bint Əbu Bəkr radiyallahu anhumədən dedi. Nəbi sallallahu aleyhi və səlləmin vaxtında buludlu bir gündə günəşin batdığını zənn edib iftar etdik. Sonra günəş çıxdı. Hişama deyildi, onlar qəza ilə əmr olundularmı? O dedi, qəza etmək labüddür. Mə'mər dedi, Hişamı eşitdim, bilmirəm onlar qəza etdilər ya yox. Buxari 1959. Digər bir rəvayətdə bizə Əbu Bakr ibn Əbi Şeybə və Əli ibn Muhammed danışdı, dedilər. Bizə Əbu Usama danışdı, Hişam ibn Urvadan, Fatimə bintul Munzirdən, Əsma bint Əbu Bəkrdən dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləmin zamanında buludlu bir gündə iftar etdik. Sonra günəş çıxdı. Mən Hişama dedim, onlar qəza ilə əmr olundularmı? O dedi, bu labüddür. İbn Macə 1674. Hədisi Əbu Bakr ibn Əbi Şeybə, Əhməd, Abd ibn Humeyd, Buxari, Əbu Davud, İbn Macə və İbn Xuzeymə rəvayət etmişdir. Cünub ikən fəcr vaxtına çıxan kimsə babı. Məlik Abdurrabbini İbn Səiddən, Əbu Bakr ibn Abdurrahman ibn Xaris, İbn Hişamdan, Nəbi sallallahu aleyhi və səlləmin iki zövcəsi Ayşə və Ümmü Sələmədən o ikisi dedilər. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda ehtilamdan yox, cimadan cünub olaraq sabahlayar, sonra oruç tutardı. Məlik 794. Digər bir rəvayətdə Məlik, Əbu Bakr ibn Abdurrahman ibn Xaris ibn Hişamın mövlası Sümeyddən o Əbu Bakr ibn Abdurrahman ibn Xaris ibn Hişamı eşitmişdir deyirdi. Bir dəfə mən və atam Mərvan İbnül Həkimin yanında idik. O zamanlar o Mədinənin əmri idi. Ona zikr olundu ki, Əbu Xureyrə belə deyir. Kim cünub olaraq sabahlayarsa o günü iftar etmişdir. Mərvan dedi, sənə and içdim. Sənə and verirəm, ey Abdurrahman. Heç şübhəsiz ki, möminlərin anaları Ayşə və Ümmü Sələmənin yanına gedəcəksən və onlardan bu barədə soruşacaqsan. Abdurrahman getdi, mən də onunla birlikdə getdim. Gəlib Ayşənin yanına çatdıq. Onun yanına daxil olduq, o ona salam verdi. Sonra dedi, ey möminlərin anası, həqiqətən də biz Mərvan İbnül Həkimin yanında idik. Ona zikr olundu ki, Əbu Xureyrə belə deyir, kim cünub olaraq sabahlayarsa o günü iftar etmişdir. Ayşə dedi, Əbu Xureyrə dediyi kimi deyildir. Ey Abdurrahman, Rasulullah sallallahu aleyhi və səlləmin etdiyindən üz döndərmək istəyirsən? Abdurrahman dedi, xeyr vallahi. Ayşə dedi, elə isə mən Rasulullah sallallahu aleyhi və səlləmə şahidlik edirəm ki, o ehtilamdan yox, cimadan cünub olaraq sabahlayar, sonra da həmin günü oruç tutardı. O dedi, sonra biz onun yanından çıxıb gəlib Ümmü Sələmənin yanına daxil olduq. O ondan da o barədə soruşdu. O da Ayşənin dediyinin mislini dedi. O dedi, biz çıxıb Mərvanın yanına gəldik. Abdurrahman ona o ikisinin dediklərini zikr etdi. Mərvan dedi, sənə and içdim, ey Əbu Muhammed. Heç şübhəsiz ki, mənim miniyimə minəcəksən, o qapıdadır və Əbu Xureyrənin yanına gedəcəksən. Həqiqətən də o əqiqdəki torpaqdadır, oradakı ərazisindədir və ona bunu xəbər verəcəksən. Abdurrahman Mərvanın miniyinə mindi, mən də onunla birlikdə mindim. Gəlib Əbu Xureyrənin yanına çatdıq. Abdurrahman onunla bir müddət danışdı, sonra ona bunu zikr etdi. Əbu Xureyrə ona dedi, mənim bu barədə bir elmim yoxdur. Onu mənə yalnız bir müxbir xəbər verən xəbər edib. Məlik 795. Digər bir rəvayətdə mənə Abdullah ibn Məsləmə danışdı Məlikdən. Əbu Bakr ibn Abdurrahman ibn Xaris ibn Hişam ibn Muğiranın mövlası Sümeyddən o Əbu Bakr ibn Abdurrahmanı eşitmişdir dedi. Mən və atam Ayşə və Ümmü Sələmənin yanına daxil olduqda. Bizə Əbu Ləmən danışdı, bizə Şüeyb xəbər verdi, Zuhridən dedi. Mənə Əbu Bakr ibn Abdurrahman xəbər verdi ki,
Atası Abdurrahman Mərvana xəbər verdi ki, Ayşə və Ümmü Sələmə ona xəbər verdilər ki, Rasulullah sallallahu aleyhi və səlləm öz əhlindən cünub olduğu halda sabahlayar, sonra cənabətdən qüsl edər və oruç tutardı. Mərvan Abdurrahman İbn Xarisə dedi, Allaha and içirəm ki, sən bunu mütləq Əbu Xureyrəyə bildirəcəksən. O vaxtlar Mərvan Mədinənin valisi idi. Əbu Bəkir dedi, Abdurrahman bunu xoşlamadı. Sonra bizə Zülxüleyfədə toplaşmaq Allah Azze və Cəllə tərəfindən təqdir olundu. Əbu Xureyrənin orada torpağı vardı. Abdurrahman Əbu Xureyrəyə dedi, mən sənə bir şey zikr edəcəyəm. Əgər Mərvan onun üçün mənə and içməsəydi, onu sənə deməzdim. Sonra Abdurrahman Ayşə və Ümmü Sələmənin dediklərini zikr etdi. Əbu Xureyrə dedi, sən mənə bu hədisi danışıb zikr etdiyin kimi Fadıl İbn Abbas da mənə hədis danışdı. Onlar Rasulullah sallallahu aleyhi və səlləmin zövcələri daha doğrusunu bilirlər. Həmməm və Abdullah İbn Ömər Əbu Xureyrədən dedilər, Nəbi sallallahu aleyhi və səlləm fitri əmr edirdi. Lakin əvvəldəki hədis daha əsnəddir. Buxari 1925-1927. Digər bir rəvayətdə mənə Harmələ İbn Yahya danışdı. Bizə İbn Vahb xəbər verdi. Mənə Yunus xəbər verdi İbn Şihabdan, Urva İbn Zübeyr və Əbu Bakır İbn Abdurrahmandan. Nəbi sallallahu aleyhi və səlləmin zövcəsi Ayşədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda ehtilam olmadan cimadan dolayı cünub olaraq sabahlayar, sonra da qüsul edər və oruç tutardı. Muslim 2559. Digər bir rəvayətdə bizə Nəbi danışdı Məlikdən. Bizə Abdullah İbn Muhammed İbn İsaq Əl-Əzrami danışdı. Bizə Abdurrahman İbn Mehdi danışdı Məlikdən. Abdurrabbini İbn Səiddən, Əbu Bəkir İbn Abdurrahman İbn Haris İbn Hişamdan, Nəbi sallallahu aleyhi və səlləmin iki zövcəsi Ayşə və Ümmü Sələmədən o ikisi dedilər. Rasulullah sallallahu aleyhi və səlləm Abdullah Əl-Əzrami öz hədisində dedi, Ramazanda cimadan ehtilam olmadan cünub olaraq sabahlayar və sonra oruç tutardı. Əbu Davud dedi, bu kəlməni deyən kimsələr nə azdır, yəni Ramazanda cünub olaraq sabahlayardı. Hədisdə yalnız Nəbi sallallahu aleyhi və səlləm cünub olaraq sabahlayardı və o oruçlu idi vardır. Əbu Davud 2388. Hədisi Məlik, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir.